Hörmətli YouTube'a baxan tamaşaçılar, artıq Mart ayının 15-idir. Bugün demək olar ki, havalar yay havasına oxşayır. Abşeron yarımadasında demək olar üzüm bağlarında, sahələrdə yay bahar işləri gedir. Hal-hazırda üzüm tigləri haqqında məlumat verirəm. Üzüm tinglərini mən arzularımıza məsləhət görürəm ki, may ayının 20-sinə kimi üzüm tinglərini bu cür əkə bilərlər. Hər növdən üzüm tinglərimiz var. İstər xarici, istər yerli üzüm növlərimiz var. Ondan əlavə burada məsəl üçün iri üzüm tinglərimiz var. Bunlar bar verəndir. Bunun da hər cür növü var. İstər ağşanısı, istər ağadayısı, kəhrəbası, kişmişlər ürkürən. Məsləhət görürəm ki, nağarda gec deyir, gəlib aparır, öz bağlarında da əksinlər. Onun üçün mən bunu verilişi aparmaqda məqsədim oldu ki, tamaşaçılara başa salım ki, hansı aya kimi əkə bilərlər. İstər ağac, istər üzüm tingləri, istər əncir ağacını. Əncir ağacını xüsusən əncir ağacı haqqında məlumat vermək istəyirəm ki, əncir ağacını ancaq Mart ayının 10-undan ta ki aprelin axırına kimi əkmək olar. Onun üçün bizdə hər cür əncir ağacları var. Hər cür əncir ağacları var. İstər böyük, istər biraz ondan kiçik, istər biraz ondan kiçik. O üçün hər cür əncir ağacımız varımızdır. Qiymətlər 5 manatdan tutmuş, 30-40 manata icam var və ilinə görə. Onun üçün məsləhət görürəm ki, hamısı bizim bu əncir ağaclarından bəhrələnsinlər, əksinlər, tumsuz, balaca xırda tumu var. Həmi istər yemək üçün, həmi süfrə üçün, həmi mürəbbə üçün çox gözəl, məsəl üçün, əncirlər. Bu sözləri deməkdə məqsədim odur ki, may ayının 15-dən sonra bizim dibcəklərdə də üzüm tiglərimiz var. Operatorumuzdan xahiş edeyim, gəlsin, onları da çəksin. Şamı çəkmə ya. Şamı çəkmə. Demək, bax, burada demək olar ki, hər cür üzüm növü var. Hər cür üzüm növü var. İstər ağ kəhrəba, istər ağ kişmiş, xarici üzümlər, yerli üzümlər, bax, hamısı pöhrələnib. Onun üçün məsləhət görürəm ki, kim əgər xarici ölkədədir, kimsə, məsəl üçün, gezməyə gedib, gec gələcək, o vaxt üçün bizim üzüm tinglərimiz var. Hal-hazırda bunları biz, məsəl üçün, qulluqlarını eləyirik. Məsəl üçün, bunlara zəhmət çəkilir üstündə. Onun üçün məsləhət görürəm ki, bunları təxminən mayın 20-sindən sonra gəlib ala bilərlər. Ona görə ki, bizim məhsullarımız bunlardan bir 10 gün qabaq əkilir. Ağşanlıdır. Bax, yarpaqlarını da göstərirəm. Tamaşaçılarımıza məlum olsun ki, bizdə demək olar ki, ilin hər fəsli üzüm tinglərimiz var. Biz onlara xüsusi qulluq eləyirik. Məsəl üçün, xüsusi qulluq eləyirik, onları böyüdürük. Yaxşı inkişaf eləməkdən ötürü biz bunların pişipkasını aparırıq. Həm canlı geçsin, həm də qüvvəli geçsin. Sabah onlar aparıb həyətlərini əkəndə demək olar ki, onlar bundan xeyir görsünlər. Mən məsləhət görürəm ki, Abşeron yarımadası elə bir bölgədir ki, burada ancaq əncir, üzüm, bəzi meyvələr var, nardır, məsəl üçün, zeytundur,
Bunlar müəyyən qədər olur. Başqa meyvələr demək olar ki, ömrü az olur. Hələlik bu qədər. Gələn verilişlərdə görüşənə kimi.